Keçən səfər paylaşdığım uşaq səbəti videosundan sonra sizdən o qədər gözəl geri dönüşlər aldım ki, hətta bəzi analarımız toxuduqları səbətlərin şəkillərini belə mənimlə paylaşdılar. Bu həqiqətən də çox sevindirici bir hal idi. Və bu sevincin üzərinə istədim ki, indi də toxuyacağım ürəkli səbəti sizinlə paylaşım. Bəlkə kimlər üçünsə yenidən fikir olar. Əvvəlki videoda qeyd etmişdim ki, səbət başlığını toxuyan zaman 6 ilmək seçirik. Bu dəfə 6 yox, 7 ilməklə başlayırıq. 7 ilməyimizdən 3-ünü krem, 1-ini çəhrayı, qalan 3-ünü isə yenidən krem rəngində toxuyub, birinci cərgənin toxumağını bitiririk. Saylar və ilməklər haqqında bilmək istəyənlər əvvəlki səbət başlığı videomuza qayıdıb daha ətraflı öyrənə bilərlər. İndi isə deyim ki, 3-cü ilməni də toxuduqdan sonra ipimizi biraz uzun saxlayıb kəsirik. Bunu ikinci cərgədə ilmələr altında gizlətməliyik. İndi isə gəlin rəng keçidini necə edə bilərik, dəqiq onu öyrənək. Birinci cərgədə bir çəhrayı rəng etmişdik, indi isə həmin çəhrayı rənglərin sayını 3-ə çatdırmalıyıq. Və bunun üçün nə edirik? Krem rəng ilməkləri toxuyuruq. Axırıncı krem rəngimizi toxuyan zaman biz hansı rənglə davam edəcəksə, həmin rənglə sonuncu krem rəng ilməyimizi bağlayırıq. Və qalan 3 ilməyimizi çəhrayı olaraq toxuyub davam edirik. Çəhrayı rəngimizin ikisini toxuyub bağlayırıq düzgün. 3-cü çəhrayı rəngimizdə isə gördüyünüz kimi ilməyi çıxardırıq, lakin krem rəng iplə bağlayırıq ki, bizim ilməyimizin başlıq hissəsi gözəl görünsün. İstənilən naxışda bu qayda hər zaman keçərlidir. Bu qaydanı tətbiq etmədikdə isə naxışımız gözəl alınmayacaq, yəni istənilən formanı əldə edə bilməyəcək. Və yenidən qalan ipimizi biraz uzun saxlayıb kəsirik ki, ilmələrin altında gizlədək. 2 ilmə əlavə başdan başlayaraq 3-cü cərgəmizi toxumağa başlayırıq. Bu dəfə isə 3 yox, artıq 5 ədəd çəhrayı rəngdə ilmək toxumalıyıq ki, artıq ürəyimizin formasının müəyyən hissəsi yaransın. Biz 5 ilmək çəhrayı toxuduqdan sonra da yenə eyni qayda ilə, eyni rəng dəyişimi ilə 3-cü rəngimizi də tamamlayıb ipimizi uzun saxlayıb kəsirik və unutmayın ki, əvvəldəki ipləri hər zaman ondan sonraki ilmələrin içərisində gizlətməliyik. Və çəhrayı rəngi də kəsdiyimiz zaman o ilməyin ipimizi də unutmamalıyıq ki, onu da ilməklər arasında gizlətməliyik. Və 2 ilmək də axıra əlavə edib səbətimizin başlıq hissəsini böyüdürük. Növbəti cərgəmizdə isə 5 olan çəhrayı ilmək sayımızı 7-yə dəyişirik. Bu dəfə 5 yox, 7 ilmək çəhrayı toxuyuruq. Mən bu dəfə kordiyarın ipindən istifadə etdim. Yenə keçən videoda da qeyd etmişdim ki, bu iplər həqiqətən çox gözəldir. Toxuması asandır və özəl kəsim olduğuna görə səbətlərimizdə heç bir özənsizlik yaranmır. Amma siz istəsəniz penyelərlə də toxumanızı davam edə bilərsiniz. Kordiyarın ipinin hansı mağazada olduğunu keçən səfər də qeyd etmişdim. İstəyənlər yenidən soruşa bilərlər. Bu dəfə, bu cərgəmizdə daha doğrusu 7 ilməyimizi 9 ilməklə əvəz edirik. Səbətimizin artıq baş hissəsində çox gözəl bir görüntü yaranır. Mən bu dəfə səbətin başında istifadə etdim. Siz isə səbətin alt hissəsində də istənilən yerdə ürək motivini yarada bilərsiniz. İlmək sayımızı itirməmək şərti ilə ilməklərimizi toxuyub bitiririk. Və qeyd edim ki, nəinki uşaq səbətində, istənilən səbətlərinizdə də bu naxışı yarada bilərsiniz. Və növbəti cərgəmizdə artıq 9 ilməyimizi artırmırıq. Elə 9 ilmək olaraq yenidən toxuyub toxumamızı davam edirik. İpləri gizlədən zaman toxuyanda biraz çətinlik yarada bilər. Çalışın ki, arxada gizlətdiyiniz iplər toxuyanda üzə çıxmasın. Mən bir hissədə bu çətinliklə qarşılaşdım. Siz də görəcəksiniz ki, kordiyarın ipinin içərisində xüsusi sintifon var ki, o toxuyan zaman ilmələr gizlənəndə üzə çıxır və bu da çox pis görüntü yarada bilər. Çalışdığınız qədər buna diqqət edin. 3 cərgə 9 ilmək toxuduqdan sonra indi artıq səbətimizin orta kəsiyini yaradırıq. Yəni 4-cü 9-luqda artıq ortada 4 ilmədən sonra bir ədəd krem rəngində ilmə artırırıq. Bağlama hissəsini isə çəhrayı ilə edirik ki, ilməyimiz gözəl görünsün. Və yenidən 4 ilməni çəhrayı rəngdə toxuyuruq. Demək olar ki, artıq ürəyimizin toxunması bitir, son bir cərgəmiz qalır. Və ən əsas da artıq səbətimizin başlığı da öz formasını alır.
Düzdür, bununla səbətimizin baş hissəsi tamamlanmır. Qalan ilməklərimizi ürək yarandıqdan sonra ancaq krem rəngində toxuyub davam etməlisiniz. Yenə qeyd edirəm, bilməyənlər üçün deyim ki, səhifəmdə sırf səbətin toxunuşu haqqında ətraflı məlumat olan videomuz var. Və gəlirik sonuncu cərgəmizə. Burada artıq başda olan bir ilməyimizi də çəhrayı yox, krem rəngində toxumalıyıq. Və qeyd etdiyim kimi görürsünüz ki, orada gizlətdiyim iplər toxuyan zaman müəyyən sintifonu çıxır və bu da toxumama biraz çətinlik yaratır. Çalışın ki, bu görüntü sizdə də alınmasın. Bu dəfə artıq ilk ilməyimizi krem rəngində toxuyuruq. Qalan 3 ilməyimizi çəhrayı rəngdə toxuyuruq. Ortada əvvəl 1 ədəd krem toxuduğumuz ilməyimizin üzərinə yenidən 1 ədəd krem toxuyuruq ki, və bu da bizim ürəyimizin sonuncu cərgəsidir. Ürəyimiz tamamlanır. Qalan ilməklərimizi də 3 ədəd çəhrayı, 1 ədəd krem olaraq toxuyub artıq ürəyimizi yaratmağı bitiririk. Bundan sonra gələn bütün cərgələrdə sadəcə krem rəngində toxumalıyıq və o zaman görəcəksiniz ki, artıq sanki sizin səbətinizdə bir ürək var. Sifariş və ətraflı məlumat üçün bizim WhatsApp nömrəmizə yaza bilərsiniz. Fikirlərinizi isə bölüşməyi unutmayın.